Yeni bir vlogdan hamınıza salamlar. Bugün 8 Mart günüdür və bu videonu izləyən bütün qızlarımı 8 Mart münasibətilə təbrik edirəm. Ümid edirəm ki, ürəyinizdə olan bütün gözəl arzularınız gerçəkləşər. Deməli, indi gedirəm Reveyə, daha doğrusu gedirik Reveyə. Buradan sushi alacağım. Çünki acmışıq. Nerede kutular? Deməli, bir dənə bunu götürürük. Bir dənə də bunu. Burada sağ olsunlar Almanlar bizim için fonçalarda böyle yiyip koydular. Alışverişimizi elədik. İndi gedirik evə, suşilərimizi yeyək. Daha sonra akşam tərəfi istəyirik ki, kofe içməyə çıxaq çölə. Burada digər marketlərdən fərqli olaraq Reve'də orada özləri hazırlayırlar suşini və necə deyim, taze yiyə bilirsiniz oradan alıb suşini. Biraz da otelimizin olduğu bölgəni də çəkim. Deməli, gəldik apartmentimizə. Və otelimiz bu şəkildədir. Mətbəx belə salonla bitişik. Burada balaca bir yemək masası, 3 rahat, paltar şkaf və burada hamam. Daha ətraflı göstərərəm indi sizə. Və hardasa 10 dəqiqə kimi bir vaxtda son vəziyyət budur, yedik, qutardıq. İndi yorumumu bildirim bu suşilər haqqında. Deyirəm ki, orada baxmayaraq ki, Azərbaycanlı ustalar hazırlayır. Burada isə Yapon ustalar hazırlayırdı biz getdiyimiz yerlərdə. Amma ki, yenə də Azərbaycanda yediklərimiz daha dadlı idi. Daha isti, daha dadlı, daha çeşitli və necə deyim, məncə Azərbaycandakılar, yəni bizim ustalarımız bu işi bilirlər həqiqətən də. Yəni Yapon ustaların özlərindən biri daha dadlı hazırlayırlar. Bu arada burada da özümü bir qədər güzgü tapmışam. Ev hali. Sizə hamamı da çəkim, onu göstərmədim. Hamam da bu şəkildə işıq dayandıraq. Belə duşakabin. Yaxşıdır, duş geli, sonra şampunu falan qoyublar. Amma və lakin nə yoxdur? Saç beni yoxdur, saç qurdan. Bayaq saçımı yudum, öz-özünə qurumağını gözlədim 1 saat falan. Dəsmalla falan yola verdim. Bu biraz kötüydü. Günün geri qalanı üçün biraz makyaj eləməyə qərar verirəm və bu arada da sizinlə biraz söhbət eləmək istəyirəm. Deməli, Almaniyada gördüyüm qədərlə 8 Mart bizdəkindən biraz, daha doğrusu müəyyən qədər fərqli qeyd olunur. Deməli, Azərbaycanda bu əsasən bir bayram kimi qeyd olunur. Yəni ki, rəsmi şəkildə bayram elan olunur və bir çox dövlət idarələrində və s. iş olmur bu gündə. Amma Almaniyada isə bu belə deyil. Rəsmi bir tətil günü sayılmır və daha çox bayram ab-havasında qeyd edilmir. Yəni qadın haqlarının vurğulandığı bir gün olaraq qeyd olunur bu gün. Bildiyimiz kimi Azərbaycanda isə qadınlara hörmət və sevgi göstərilən bir gündür və bayram ab-havasında qeyd olunur və bizdə çox yayğındır ki, bu gündə hədiyyə və gül, müxtəlif aksesuarlar qadınlara hədiyyə olunsun. Amma Almaniyada bunu da görmədim. Ümumiyyətlə, sadəcə Almaniyada yox, digər Avropa ölkələrində də bu belədir. Sadə bir gül hədiyyə edilir ya da ki, ümumiyyətlə sadəcə dildə təbrik edilir. Məktəblərdə də buna aid qadağalar var təbii ki və müəllimlərə maddi olaraq böyük hədiyyələr hədiyyə etmək qadağan edilir.
və ümumiyyətlə belə hədiyyələr hədiyyə etmək də etik olaraq düzgün hesab edilmir. Bəs mən özüm nə düşünürəm bu haqda? Mən Azərbaycanda bu bayramın qeyd olunma şəklini əslində çox bəyənirəm. Yəni ki, 70-80 yaşlı nənələrin belə bayramı qeyd olunur. Həmçinin də 1 yaşlı, 2 yaşlı təzə doğulmuş uşaqların belə bu bayramı qeyd olunur və bunu mən çox bəyənirəm. Hətta mənim özümün də 1 yaşında atamın mənə yazdığı məktub, daha doğrusu açıqca hələ də anamda qalır. Mənim bayramım orada təbrik olunub. Bu mənim ilk 8 martım idi və bu məncə çox gözəl bir xatirədir. Mən ümumiyyətlə məqsədindən asılı olmayaq bayram günlərini çox sevirəm. Yəni ki, ayırmıram bu xristian bayramıdır, bu müsəlman bayramıdır. Mən düşünürəm ki, insanları birlik olmağa çağıran, onları həmin gün sevindirən bir tədbir, bir xoş davranış heç vaxt pis niyyətli ola bilməz ya da onun altında pis bir şey axtarmaq lazım deyil. Məsələn, yeni il gününü də çoxu deyir ki, xristian bayramıdır, qeyd eləmirəm. Amma mən bununla da razı deyiləm. Düşünürəm ki, yeni il hamıya gəlir. Heç kim 2024-də qalmır, yəni hamı 2025-ə keçir. Söhbət Azərbaycandan gedir. Yəni bu yeni il hamımıza gəlir. Ona görə də belə bir bayram olaraq qeyd edirik bunu. Və bunun altında başqa şeylər axtaran insanları da başa düşə bilmirəm. Bizim öz bayramlarımız var, özümüzünkini qeyd edirik. Düzdür, öz bayramlarımız da var, Novruz bayramı kimi. Bunu da zaten qeyd edirik. Amma ki, digər bayramlarda qeyd eləməyin nəyi pisdir ki? Xüsusilə yeni ildə yol qurmağa qarşı olanlar, Şaxtababa adətinə qarşı olan insanları da görürük. Yəni, belə deyim də, Şaxtababa gəlib heç kimi təhqir eləmir. Uşaqları əyləndirmək, hətta böyükləri də əyləndirmək üçün məncə çox gözəl bir adətdir, vasitədir. Yeni il ağacı qurmaq özü ailəliklə edilən çox gözəl bir aktivitedir. Bunun altında niyə pis bir şey axtarasan? Mən ümumiyyətlə bu tip fikirləri başa düşə bilmirəm. Bayramlar içində sevərək qeyd elədiyim, daha doğrusu ən sevdiyim bayram elə yeni ildir. Çünki uşaqlıqdan bəri çox gözəl xatirələrim var o bayramla əlaqəli. Adi yeni il yolkasını qurmaq olsun, Şaxtababa olsun, Jingle Bells mahnısı olsun, musiqiləri olsun, yeni ilin özünə məxsus filmləri olsun, adi hər il baxsaq da evdə tək filminə baxmaq olsun. Bunlar mənim üçün çox gözəl xatirələrdir və düşünürəm ki, gələcəkdə uşaqlarıma da bunu dibinə kimi yaşatmaq istəyirəm. Biraz indi politik mövzuları qırağa qoyaq və mənim makyajıma odaqlanaq. Əslində çox sadə bir makyaj elədim. Orada zaten az makyaj vasitəsi gətirmişdim. Saçlarımdan çox razı qalmadım. Çünki dediyim kimi saç qurudan fen də yox idi. Zaten saç buran fen də gətirməmişdim. Amma ki düşünürəm ki idarə etmək olar. Burada highlighteri biraz çox abartıram. Burnumun ucunun parıltısından bunu görə bilərsiniz. Özüm də bunun fərqində deyiləm. Əvvəlcə saçımı açmaq fikrində oluram. Daha sonra isə gün ərzində saçımı da bağlayıram. Düşünürəm ki, belə daha səliqəli və qəşəng görsənir. Deyəsən biraz çox danışdım. Ona görə videonun qalan hissəsində çalışacağam danışmayım. Sadəcə izləməkdə olun. Dubai şokoladlı tort. Bu isə mənim nəli olduğunu bilmədiyim tort. Deməli, oturduğumuz yer belə yerdir. Adı Domşats kafe və çox gözəl bir yer idi. İçində çəkdim, gördünüz də tarixi nələrsə də var idi. İndi tarixini bilmirəm kafenin. Amma çox gözəl bir yer idi. Şirniyyatlar da çox dadlıdır. Artıq ikinci dəfədir ki, orada əyləşdik. Deməli, qabaqda çox maraqlı bir görünüşü olan otel var. Onu çəkəcəm indi sizin üçün. Çəhrayı rəngdədir. Deməli, dediyim otel buradır. Buranın gözəlliyinə baxın. Mumcuq kimidir. Açıq çəhrayı rəngdə ən sevdiklərimdən. İndi yaxınlaşsaq, yaxından da çəkəcəm sizə. Deməli, biraz yaxınlaşım.
Şuna bir bakın. Çox gözəldir. Necə ki Azərbaycanda Novruz bayramı yaxınlaşır, Almaniyada da Pasxa bayramı yaxınlaşır. Deməli biraz bu bayram haqqında sizə məlumat verim. Müəyyən qədər Novruz bayramı ilə oxşar cəhətləri var bu bayramın. Deməli Almaniyada da bu bayramın əsas simvolu rənglənmiş və bəzəkli yumurtalardır. Bundan əlavə başqa bir aksesuar isə burada dovşanlardır. Deməli adətə görə bu yumurtaları dovşanlar gətirir. Bağçalarda daha gözəl qeyd olunur bu bayram. Uşaqlar yumurtalar rəngləyir və müəllimələr həmin yumurtaları gizlədir və uşaqlar o yumurtaları tapmağa çalışır. Müəyyən qədər dediyim kimi Novruz bayramı ilə oxşardır. Çünki hər ikisi də yazın gəlməsi münasibətilə qeyd olunur. Deməli indi gəldik Dayxmana, Rəşdə ayaqqabı alırıq buradan, əgər tapsaq təbii ki. Alsaq hər hansı bir çeşidi sizə göstərəcəm. Və uzun axtarışlardan sonra mutlu son. Bu ayaqqabını alırıq. Çox gözəl. Bayaqdan özümə nəsə alacam deyib molu gəzirəm, amma ki heç də tapa bilmədim. Həqiqətən qız bürcü olmaq elə bil ki bəzən bir əzabdır. Nə mənada? Seçə bilmirsən, seçim eləyə bilmirsən. Takıntılısan, hər bir şeyin bir şeylə ilişirsən ki, burası belədir, orası elədir. Ona görə də ala bilmirəm. Nəysə, gələcək səfərlərə qalsın. Rəşid indi kassadadır, ayaqqabının pulunu ödəyir. Burada arxamda Rossmann var gördüyünüz kimi. Demək görmüş olarsınız, Mivolis'in bir trend olmuş mazı var, Sink mazı. İstəyirəm ki ondan alım. Çünki məndə də akne ləkələri var, deyilənə görə ona çox xeyir eləyir. Alıb yoxlamaq istəyirəm. Onsuz da elə bir şey almalıydım vasitə. İndi trend olmuşkən dedim bunu alım. Prosta deyirlər ki çox tez tükənir də, qalmır heç yerdə. İndi bura gəlmişkən baxım görüm buradakı Rossmann'da qalıbmı? Qalmayıbsa bundan sonra DM-ə girəcəm, oradan baxacam. Və nəhayət ki evə gəlib çatdıq. Mənə abunə olmağı unutmayın. Videonu sonuna kimi izlədiyiniz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın.